Fazil bəy, biz hər zaman dini necə yaşayırıq? Deyirik ki, din bizim mənəvi tərəflərimizdir. Dini heç bir maddiyyatla ölçmürük. Dində ən əsas ürək və ruh iştirak eləyir. İnsanların Allahla bir bağıdır, səmimi bağıdır. Amma bu bağlara gedən yol ya da vasitələr bizə bir maliyyəyə başa gəlir. Bizi məcburiyyətlərə sövq edir. Bu təzadları necə izah eləmək olar? Yəni bu dəyərlərin təhrifidirmi, yoxsa bu gerçəkliyin yəni göstəricisidir? Əslində bu həm də vacib bir müzakirəni tələb eləyir. Bu birinci növbədə dinc elmdir ya inançdır məsələsi üzərində durmağa bir daha bizi sövq eləyir. İslam modelli din əslində hansı vəziyyətdə iqtisadi proseslərə yanaşır. Bundan əvvəl də, İslamdan əvvəl də əxlaq olub, İslamdan əvvəl də insanlar arasında münasibətlər olub. Yəni bu ticarət də olub. Ticarət də olub, hər bir şey olub. İslam bu əxlaqın xatırlanmasıdır. Peyğəmbərimizin Mədinə dövrü ilə Məkkə dövründə gələn ayələrin böyük əksəriyyətinin dua, ibadət və inançlarla bağlı olduğunu, amma Mədinəyə köçdükdən sonra real həyat idarə etməklə bağlı bir icmanı, bir topluluğu idarə etmə funksiyasını öz üzərinə götürəndən sonra gələn ayələrin böyük əksəriyyəti gündəlik insan münasibətlərini tənzimləməyə yönəlir. Və belə bir durumda dinin mənəvi tərəfindən çox maddi, iqtisadi tərəfi qabarmağa başlayır. Və bunu xristianlıqla müqayisə eləyəndə göstərir ki, İsa Peyğəmbərin də durumu təqribən Peyğəmbərimizin Məkkədəki durumuna bənzər bir durum idi. Amma İsa Peyğəmbər üçün Mədinə durumu olmayıb. Çünki gənc yaşlarında vəfat eləyibdir və hər hansı bir şəkildə idarə edici funksiyaya sahib olmayıbdır. Ətrafında 20-30 həvari ilə dolaşaraq mənəvi prinsipləri yayıbdır və ona görə də xristianlıqda bu məsələ daha çox rahatlıqla çözülə bilir. Yəni xristianlığı mənəvi sferaya müəyyən dərəcədə hakim vəziyyətdə gətirə bilirsən, iqtisadi sferada isə insanların öz arasında olan münasibətə çevirirsən. Artıq iqtisadiyyat bir elm kimi ayrıca funksional fəaliyyətini göstərir. Bizdə isə məhz İslamın maddi həyata hədsiz müdaxilə etməsini və mənəvi həyatdan qoparılmasını istəyən bir zehniyyət hakimdir. Və bu zehniyyət də müasir dövrlə bunu uzlaşdıra bilmədiyinə görə problemlər yaşayır. Məsələn, deyək ki, insanlar hansısa bir şəkildə haram və halal kateqoriyasında xristiyanların, yəhudilərin icad elədiyi texnoloji vasitələrdən istifadə edirlər. Amma bu istifadədə nəyinsə haram, halal olmasını təsbit etmək mümkün deyil. Mümkün deyilsə bunu necə edərsən? Yaxud da bir qurban kəsmək üçün həcc mərasimində karta pul köçürürsən, bank vasitəsilə pul köçürürsən, özün əgər onu gedib icra eləyə bilmirsənsə, təbii ki, orada fiziki imkanlar yoxdur və oradan da həmin bank vasitəsilə hansısa bir faiz də tutula bilər və sən bu faizə də nəzarət etmə imkanın yoxdur. Və burada da süni bir şəkildə İslam ekonomisi, İslam iqtisadiyyatı deyilən bir predmet olaraq gündəmə gətirməyə çalışırlar və burada daha çox müasir iqtisadiyyatın içində zəkatı, sədəqəni, infaqı yerləşdirməyə çalışırlar və bunlar da hamısı onu göstərir ki, əslində dinləri mənəvi sferada saxlaya bilən topluluqlar onu bəsit gündəlik insan münasibətlərindən uzaq tutaraq əslində dinlərin özünün təhrif olunmasının qarşısını alırlar. Dinlərin özünün sui-istifadə edilməsinin qarşısını alırlar və dini insanın inanc və mənəvi dəyərlər statusunda qoruyub saxlaya bilirlər. Təəssüf ki, İslam arealında bunu bacara bilmədiyinə görə normal, məsələn, İslam iqtisadiyyatı ilə idarə olunan hansısa dövlət tapmaq mümkün deyil.
yenə də kapitalizmin ya liberal sisteminə, ya sosializmin totalitar sisteminə uyğun, hətta bəzən də faşist modelinə uyğun bir məzhəbçi, bir təriqətçi anlayışla dövlət idarə edirlər. Mənəvi sfera ilə iqtisadi sferanı təbii ki, bunlar bir-birinə əlaqəsi var. Yəni iqtisadiyyatın özündə əxlaq önəmli məsələlərdən biridir. Tələb və təklifin hər ikisində bir əxlaq modeli düşünülür. Yəni sən zay məhsulu sata bilməzsən, sən də deyək ki, ehtiyaclarından artıq istəyəndə o cəmiyyət həyatında müəyyən düzənin pozulmasına gətirib çıxara bilərsən. Yəni bütün bu məsələlər məncə bu kontekstdə müzakirə oluna bilər. Bəli, dediyiniz məqamda həm də sui-istifadələr də olur. Əgər xristian dünyasının istehsal elədiyi texnologiya ilə eləyirsə və halal-haram məsələsini müəyyən eləmək mümkün deyilsə, amma o bir marka ilə ora halal sözü yazmaqla öz biznesinə xidmət edə bilər və bunlar da olur. Fazil bəy, bu dəyərlərlə pullu münasibət varmı? Ya da varsa bu imanla ixlas arasında nə qədər məsafə yaradar ya da nə qədər faydalı ola bilər? Bilavasitə burada biz nəyə diqqət eləməliyik? İnsanların məsələyə biraz subyektiv yanaşması da önəmlidir. Yəni dindən sən nə gözləyirsən? Yəni dinlə dinçilik arasında fərq ondan ibarətdir ki, məsələn, din bilavasitə ilahi əmrləri özündə ehtiva eləyir. Amma dinçilik din kültürünün deyək ki, təzahürüdür. Kültürdə hədisdir, hansısa bir təriqətin baxışıdır, bizə zaten o dəyərləri müzakirə edirik. Və bu ikisinin mütləq ayrılmasına ehtiyac var. Çünki birincidə ilahi əmr daha çox mənəvi kriteriyalar əsas götürür. Yəni burada deyək ki, iqtisadiyyatda, İslamda əsas nədir? Məsələn, müstəqil iqtisadi modeli bir mədinədə tətbiq edə bilərsən. Amma dünya ilə beynəlxalq əlaqələrdə yalnız müsəlmanlardan ibarət deyilsən və bütün insanlığın sayı da müsəlmanlardan 10 dəfə çoxdur. Siz ancaq nəyi tətbiq edə bilərsiniz? Siz demək, müsəlmanlara aid ola biləcək mənəvi kriteriya, yəni özünü qoruma, bataqlığın içində yaşama prinsipini qoya bilərsiniz. Yaxud da yad dünyanın içində sən fərqli özünə aid ola biləcək icma xüsusiyyətlərini qoruma qoya bilərsən. Bunun da deyək ki, metodlarını qoyublar. Tutaq, zəkat başqa dinlərdə yoxdur, xristianlıqda yoxdur. Amma bunu nəzarət mexanizmi necə ola bilər? Hansısa bir ortaq bir İslam dövləti yoxdur ki, konkret zəkatı insana müəyyən eləsin ki, sənin malın, mülkün nə qədərdir. Və burada da maraqlı burasındadır ki, Quran zəkatı maldan zəkat olaraq verir. Amma din kültürü kardan zəkat olaraq verir. Hədislər, yəni əldə elədiyi mənfəətdən verməlisən. Halbuki o karı müəyyən eləmək özü çox ciddi iqtisadi analizlər aparmaq tələb edən məsələdir. Ona görə də malın da qiymətləndirməsini insanın mənəvi qiymətləndirməsi kimi baxmalıdır. Sən nəyisə gizlədə də bilərsən, nəyisə aşkar eləyir. Amma Allah rizası üçün elədiyinə görə gizlətməməyə çalışasan. Amma bir insana biz ölçü qoyanmarıq ki, nəyi gizlətmirsən, nəyi yox. Dediniz ki, Mədinə əgər kültürüdürsə, o başqa ölkə üçün keçərli deyildir. Amma bugün dini dəyərlərin, ritualların o Mədinənin sərhədini çox keçib. Bugün İslam ölkələrin hamısı oradakı dini kültürü davam elətdirir öz ölkəsində. Əslində Mədinə toplumun özü də elə müasir inteqrasiya baxımından fərqli-fərqli mozaik etnosların bir araya gəlib, konfessiyaların bir araya gəlməsidir. Mədinədə kimlərdir? Mədinəyə hələ demə Məkkədən hicrət edənə qədər yaşadığı Yəsrib deyilən ərazi, bədheybət demək pis bir ərazi kimi iqliminə görə qeyd olunurdu. Sonradan o Mədinə adlandırılmağa başladı və orada da maraqlıdır ki, əsas icmalar kimdir? Xristianlar, Yəhudilər, eyni zamanda müşriklər və İslam olaraq tanıdılan, yəni bu adlar altında və sonra da yeni demək müsəlmanlar. Müsəlmanların da özləri iki hissəyə ayrıldılar. Kəlmələr deyək ki, bir də yerlilər və bu xüsusiyyətdə belə bir fərqli bir konfessiya və etnik elementlərin idarə olunmasından söhbət gedirdi. Onda
Onda hər kəsin həm dinini qorumalısan, amma iqtisadi münasibətlərin də müəyyən sağlam zəmində aparılmasına təminat verməlisən. İslam dövlətləri də əslində Mədinə modelində, sonrakı xəlifələrin dövründə də bu prinsipi davam etdirməyə başladılar. Amma bu prinsip o zamana qədər davam eləyir ki, sən öz hüdudların içindəsən və digər tərəfdən bir sıra addımların spesifikası sənə aiddir. Amma müasir dünya artıq deyək ki, Çinlinin, Yəhudinin, Amerikalının, Avropalının dünyasıdır. Çünki texnoloji kəşflərin %95-i, %99-u, hətta müsəlmanların belə kəşf elə, Əbdüssalamın belə hansısa bir şəkildə elmdə nailiyyəti deyək ki, Avropa laboratoriyası ilə bağlıdır. Əbdüssalamı deyək Pakistanda Əhmədiyyə təriqətinə üzv olduğuna görə təriqəti kafir elan elədilər. O da Pakistanda neçə mütəxəssislər yetişdirəcəkdi. Orada atom sənayesinin inkişafına xidmət vardı, Pakistandan küsüb getdi. Yəni demək istədiyim odur ki, yəni bir elm adamları belə müəyyən mühitdə özlərinə yer tapa bilmirlər. Harda azadlığını, ya sağlamlığını qoruya bilirlər? Avropa məkanında. Və indi kommersiyalaşma məsələsi də əslində nəyə gətirib çıxardır? Dindən çox, dinin mənəvi tərəfindən çox din kültürünün mühafizə olunmasından söhbət gedir. Və bunu da hər kəs öz baxış bucağından eləməyə çalışır. Məsələn, bu günləri israfçılıqdan danışırsa, İslam ölkələrində olan israfçılıq heç yanda yoxdur. Ramazan ayından tutmuş 100 dəfə moizə oxunur, 100 dəfə təbliğ olunur ki, bu qədər yemək demək sərf eləməyin, bu qədər alış-veriş eləməyin, bu qədər deyək ki, insanların müəyyən dərəcədə maddi cəhətdən çox mənəvi cəhətdən yetişməsinə yönəldin prosesləri. Bunu müşahidə eləmirsən. Və bu nə deməkdir? Bu bütövlükdə həm də süni şəkildə Qərbin müəyyən elədiyi, tutaq ki, liberalizmdir, kapitalizmin müəyyən mərhələlərində ortaya çıxan iqtisadi modellərdir, ya sosialist, ya faşist modellərinə alternativ olaraq bir süni İslam demək ekonomisi modelini qoydular. Hətta Qəddafi kimi siyasətçilər yaşıl kitab buraxdılar. Yaşıl kitabda əsaslandırmağa çalışdılar ki, sosializmin əsas prinsipləri ilə İslamda nəzərdə tutulub. Müəyyən irəliləyişləri, tərəqqini ehtiva eləyən bütün ideologiyaların, bütün düşüncələrin qaynağının İslamdan götürülməsini müəyyən təbliğ eləyən bir anlayış önə çıxmağa başladı. Əslində bu İslamın özünün elə təhrifində əsas rolu bu oynadı. Yəni sən bir ayrıca dinsən və bu dinin də modelində xristianlığın və yəhudiliyin özünün qeyd elədiyi kimi sağlam təməlləri tutur. Yəni Quranın əsas mətnləri kimin üzərindədir? Musa üzərində, İsa üzərindədir. Və sonradan onun yaxşı əxlaqı Peyğəmbərimizin də söylədiyi model budur ki, mən gözəl əxlaqı tamamlamaq üçün gəldim. Gözəl əxlaq kimdir? İsa'nın əxlaqı, Musa'nın əxlaqı və Peyğəmbərlərin əxlaqı. Ona qədər ki olan yaxşını seçib, yaxşını Quranda demə Allah tərəfindən bütünləşdirib insanlara təqdim elədim və mən də bunu insanlara təbliğ edirəm. İndi belə bir vəziyyətdə yaxşını seçmiş və o varisliyi götürmüş bir anlayış özünü o varislikdən ayıraraq o konvensiyalara qarşı düşmən modelində göstərməyə çalışır. Ayrıcalığı bilirsiniz nəyə oxşuyur? İnsan özünü təkmilləşdirmək əvəzinə, bizdə də cəmiyyətdə var, qonşusu ilə müqayisədə hər bir həyatının istiqamətini müəyyənləşdirir. Qonşusunun maşını varsa bunun da olmalıdır, evi varsa olmalıdır. Qonşunun oğlu universitetə giribsə bunun da oğlu savadsız da olsa girməlidir. O hansısa bir pul qazanırsa bu da qalmalıdır. O maddi məsələ və nəfs məsələsidir. Amma din isə bunlardan uzaq tutur insanı. Amma orada mahiyyətcə bir fərqi biz görməliyik. Mülkiyyətə münasibət məsələsindən hər şey doğur. Demək, kapitalizmdə mülkiyyət toxunulmaq olmaz və mülkiyyət toxunmaq da insan haqlarının ən böyük problemi olaraq görülür. İslamda mülk Allahındır
və sən ona görə artırdığını sən özündən vermirsən kiməsə. Sən Allahın mülkündən, Allahın digər bəndələrinə bu bölgüdə pay verməlisən. Bunu ona görə də tənzimləmə qaydası daha çox mülkiyyətə olan münasibətlə bağlıdır. Amma burada mülkiyyətə olan münasibət də başqa bir reallığı ortaya qoyur. İslama yanaşmada iki prinsip bu günləri bizim diqqətimizi cəlb edir. Bir, İslamı durğunlaşdırmaq və bir kültür olaraq bəlli bir dövrün standartları içində saxlamaq və onu dəyişməmək. Amma burada həm də bir saxtakarlıq elementi var. Müasir dövrün bütün naz-neməti, imkanları, deyək ki, lükslarını sən qəbul eləyirsən, onun içində yaşayırsan, amma xəyalən özünü əsr-i saadətdə yaşamış kimi göstərirsən. Bir də var ki, mənəvi olaraq o prinsipləri özün üçün ali prinsiplər olaraq görürsən, başqasının haqqına girməmək, faiz yeməmək, artıq mülkündən qonşuna pay vermək, sədəqə vermək, infaq falan bu məsələlərdə Allah rızası üçün xeyriyyə işləri görmək, məktəb açmaq, hansısa bir işlər görmək. Kimi də fikirləşir ki, 3 saat artıq ibadət eləsəm Allahın rızasını qazanaram. Kimi də fikirləşir ki, mən məktəb açsam, hansısa bir şəkildə tələbə oxutursam, bunu artıq əxlaq toplumun bunu artıq bilirsiniz, əxlaqı din yaratmayıb ki, əxlaq əvvəldən var. Din əxlaqı xatırladan bir mexanizmdir. Bəli. İndi məsələn elə ölkələr var ki, orada kranı qoyurlar, minlərlə uşağın gözü qabağında kimisə edam edirlər, güya bunu əxlaq kimi qiymətləndirir. Amma bu əxlaqsızlığın başqa bir formasıdır. Yəni başqasının gözü qarşısında kimisə səni edam eləməyin, kiməsə güya ibrət verirsən, amma bu əslində kimdəsə travma yaradırsan, kimdəsə qorxu yaradırsan. Bu da dinin əxlaq dini olmağından çox qorxu dini olması mahiyyətinə gətirib çıxarır və İslam arealında da əslində qorxu dini əxlaq dininə qalib gəldiyinə görə rəzalət, səfalət və demək bu cür terror mühitinin canlı tutulması davam eləməkdədir və budur əsas problem. Heç bir din sədəqədir, yardımlaşmadır, bunu əmr eləmir, tövsiyə eləyir. Bu sədəqə və ya bir bağış, zəkat əmr olsaydı necə olardı? Zaten əmr tövsiyədir. Yox, bizim İslam dinində yoxsa necə? İslam dinində. İslam dinində yox. İslam dinində əmr deyil. Farzda da nədir? Farzda imkanı, həcdə də elədir də. Farz sayılır, amma imkanı çatanlar üçün. Malın mülkün yoxsa sənin zəkat vermə tələbin yoxdur. Söhbət ondan gəlir. Sədəqə və başqalar tövsiyədir, infaq tövsiyədir. Və bu tövsiyə olaraq da insanın daha çox müəyyən israfçılıqdan uzaqlaşması üçün bir də İslamda əsas problem fərdin azadlığı deyil. Bu sual niyə vermək İslamda əsas problem cəmiyyətin düzənidir. Kapitalizmin özü də əxlaqsız cəmiyyət olaraq tərif edilə bilməz. Niyə görə? Çünki burada iki məsələdən söhbət ki, altruist əxlaq deyirlər. Altruist əxlaq özünü cəmiyyətə qurban vermək deməkdir. Yəni sən bunu artıq müasir dünyada ola bilsin ki, məsələn 30-cu ilin Almanı özünü Hitlerin göstərişi ilə Almaniya üçün qurban verməyə şərəf sayırdı. Amma 60-cı il Almanı bunu axmaqlıq sayırdı. Demək 30 ildən sonra dəyərlərə baxış dəyişdi. İnsandan böyük dəyər yoxdur. İnsanın azadlığından, hürriyyətindən, insanın can güvənliyindən böyük dəyər yoxdur. Sən hansısa bir özün üçün ideologiya uydura bilərsən, Stalin. Repressiya 20 milyon adamı repressiya göndərə bilərsən və sonra hamısı reabilitasiya olunur ölümündən sonraki səhv olubdur. Bunları qanunsuz, bunları böhtanla həbs edib öldürüblər. Eyni şeyi İslam, baxın, bizdə Suriyada proseslər başlayanda hansısa başıboşlar cihad məfhumunu atdılar ortaya və bu cihad məfhumu ilə hansı vəziyyətə saldılar cəmiyyəti gördük. Yaxud da Hamas. Həqiqətən də İslamın insana verdiyi dəyəri kollektivləşmə məfhumu içində boğmaq olmaz. İslam əslində insana dəyər verir, insana hüquq verir. Amma bu hüququ manipulyasiya eləyərək fərqli şəkildə İslam kültürü vasitəsilə təhrif eləyəndə problemlər çıxır. Məsələn, deyir ki, tutaq ki, kişilərin qadınlar üzərində
haqqı vardı. Eyni zamanda qadınların da kişilərlə müəyyən haqqı vardı. Bir dənə müəyyən sözü haqlar arasında bərabərsizliyi yaradır. Yəni ona görə də biz insan münasibətlərini cəmiyyət arası müəyyən müqaviliyə dayanaraq həll eləməliyik. Yəni Allahın bütövlükdə insan münasibətlərinin bütün detallarına, ailə münasibətlərinə, bütün şəxsi münasibətlərin bütün detallarına qarışdırmaq olmaz. Bunu hətta Kantın fəlsəfəsində nəyi təlqin eləyir? Kant deyir ki, biz məsələn İslamda daha çox Allahın zikr olunması, tez-tez adının xatırlanması önə çəkir. Müsəlmanlar böyük çoxluğu Allahı tez-tez xatırlayırlar, amma Allahı hamıdan çox unudurlar. Müəyyən məqamlarda faydalı iş görmək olanda Allahı tez unudurlar. Amma o deyir ki, Allah elə bir məhfumdur ki, yaradan. Onu adını xatırlayanda məsuliyyət olsun deyə onu hər addım başı, hər məsələdə adını xatırlamayın. Onu zərurət olanda, bunu elə bir məhfum kimi olun ki, ucuzlaşdırmayın. Budur məsələnin yəni izahı. Peyğəmbərin həyatına da baxanda o son həyatının 23 ilini qazandığı özü də biznesmen olub da. İndi bugünkü dillə desək. Bəli, əxlaq həm də dolayısı yolla biznesə xidmət eləyə bilər. Çünki inam yaradır. İnam yaratdığı zaman da hər kəs onunla çalışmalıdır. Həm də maraqlı orasındadır ki, peyğəmbərlik verilənə qədər ki, dönəmə qədər ən etibarlı insan olub. Hamı gətirib pulunu ona verib saxladıb və ən vicdanlı biznesmen, ən vicdanlı iqtisadi qanunlara əməl edən şəxsiyyət olub. Məhz bu şəxsiyyət olduğuna görə indi İslam məntiqi onu deyir ki, Allah Təala tərəfindən seçilib. Yəni dürüstlüyünə görə, etibarlılığına görə və əminliyinə görə adında da o gedir Məhəmmədül Əmin sözü oradan qaynaqlar. Demək istəyirəm odur ki, yəni iqtisadiyyatdan başlayır. İnsan münasibətlərində etibarlığı təsdiq eləyəndən sonra bu peyğəmbərlik verilibdir və maraqlı burasındadır ki, bunun müsəlmanların xeyli hissəsi bu etibarlığı təsdiq eləmədən özlərini imtiyazlı bir təbəqə olaraq görməyə çalışırlar. Əslində bu birinci etibarlılığı təsdiq eləmək lazımdır. Yəni yaşadığın cəmiyyətdə güvənirli olmalısan ki, insanlar bilməlidirlər ki, sən dilindən, əməlindən, belindən deyir, o Bektaşilikdə deyilən bir fikir var ki, bundan hamı əmin olmalıdır ki, sənə güvənmək olar. Və bu baxımdan mən hesab edirəm ki, o doğru qeyd elədiniz ki, məhz o mexanizmin içindən, o haqq hesabda dürüstlük eləyəndən sonra artıq insanları allatmayandan sonra Allahı heç vaxt allatmırsan. Dinlə biznesin sərhəddi harda başlayıb, harda bitir? Bu incə çizgini necə tutmaq olar? Bizneslə dini uzlaşdırmaq özü doğru deyil. Çünki cəmiyyətdə mən din deyəndə dini dəyərlər çox sayda dindar olmayan, ya ateist olan, yaxud da başqa dinə mənsub olan insanlar var ki, onlar da təqribən iqtisadiyyatın ümumi bir istehsal və istehlak əxlaqı var. Ona əməl edirlər. Bu istehsal əxlaqıdır və kapitalizmdə Avropa cəmiyyəti də əslində mahiyyətcə din əxlaqına söykənən cəmiyyət deyil, istehsal əxlaqına söykənən cəmiyyətdir. Əslində bir çox insanlar da özünün bir iqtisadiyyatda, münasibətlərdə özünə hansısa bir şərik axtaranda daha çox kimi axtarırlar? Əxlaqlardan. Dürüstü Çinli bir dəfə alver edir, baxır ki, dürüstü pulunu da orada qoyur, gəlir. Ya bu axtarmır ki, bu ərəbdir, peyğəmbərin qohumudur, yaxud da bu deyək ki, İranlıdır, filan kəsin qohumudur, Seyiddir, filandır. Buna baxmırlar. Yəni demək, insanların bu istehsal əxlaqına bağlılıq önəmlidir. Yəni bu əxlaqdan kənara çıxanı onsuz da hansısa bir dinin tərbiyə elədiyi insan kimi baxılmır. Bu onsuz da demək o qaydaları pozan, insanlıq dəyərlərini yaşatmayan bir insandır. O baxımdan da biz yəni əxlaqı din üzərindən tanıtmamalıyıq. Əxlaqı insan münasibətlərinin o pozulmaz qaydalarına əməl eləyən bir münasibət kimi baxmaq. Yəni ki, sən bir zavoddan tüstü də buraxa bilərsən bir hansısa, amma sən bir insan kimi başqa insan
insanlara ziyan vurmamaq üçün bunu hansısa formada əngəlləyə bilərsən. Çünki bilərsən ki, başqasına ziyan vurursan. Və bütövlükdə biz yəni din məsələsində dini sadələşdirmə yoluna getməliyik. Dini insanın mənəvi sferasına yönətməliyik və bunu böyük mütəfəkkirlər də əslində buna çalışıblar. Çünki gündəlik həyatın elə münasibətləri var ki, orada necə davranacağını artıq hazır vəziyyətdə bilirsən. Yəni budur məsələn. Fazil bəy, deməli ticarət hər dövrdə olub, dindən öncə də olub, amma İslamda da İslam ticarəti olub. Hətta Məhəmməd peyğəmbərin xanımı ticarətlə məşğul olub və o İslamı da oradan gələn güclə ayaqda saxlaya biliblər və genişlədə biliblər. Ticarət bu qədər önəmlidir dində. Ticarət dinə xidmət etmiş oldu bu səfər və bu gücü artırmaq və çoxaltmaq üçün də bu səfər din də ticarətə hardasa xidmət eləməlidir. İkisi bir-birini dəstəkləyən və bir-birindən ayrı hərəkət eləyə bilməz. Əslində bu mümkün də deyil. Baxın, mən Azərbaycanda da, başqa yerlərdə də kifayət qədər dürüst, dindar insanlar var ki, həqiqətən də halallıq əməl eləmək istəyir, restoran işlədir, yaxud da bir müəssisə işlədir, yaxud da bir istehsal eləyir, yaxud da hansısa bir şəkildə mal buraxır, onu satışa, onda da əməl eləməyə çalışır. Amma məsələ burasındadır ki, bu artıq müasir yaşayırsan, amma mütləq İslam adını, o lövhəsini üzərində saxlayırsan, əslində bu İslama ziyan eləyir. Yəni İslam deyir ki, mənim mənəvi dünyanda bunu saxla, buna əməl elə, bu sənin şəxsi, fərdi kamilliyin üçün lazımdır. Amma cəmiyyət həyatına çıxanda yalandan mənim adımdan istifadə eləmə. Yalandan özünü dindar olaraq göstərib, din mühitin içində güya ki, bu məsələlərdə riyakarlıq yolunu çeşmə. Sən bunu məcbur eləyəndən sonra artıq dini məcburi bir məzriyə gətirib çıxarsan və onda riyakarlıq və saxtakarlıq buradan qaynaqlanır. Mən deyirəm, zəkat məsələn, zəkat ümumiyyətlə müsəlmanda bu İslamın baxışında da biraz simvolik məsələlərin açılışı, yorumu önəmlidir. Məsələn, zəkat maldan bir şey verməkdir. Amma bir alim pulu da yoxdur, imkanı da yoxdur. Amma bu bilikdən zəkat verməlidir. Yəni zəkatı biz maddiləşdirəndə də bu artıq müəyyən dərəcədə sxolastik bir yanaşma olur İslama. Əslində İslam indi ona görə çətinlik çəkilir ki, hamı məsələn cənnətdə hurini mütləq bir qadın obrazında təsvir eləyir. Halbuki bunlar insana hansısa bir şəkildə stimullaşdırıcı və insanı müəyyən dərəcədə yaxşı işlərə sövq eləmək üçün bir bənzətmələrdir, metaforalardır və bunları biz İslamda doğru yerlərini təyin eləyə bilmədiyimizə görə hər şeyi maddi məsələ üzərində qururuq. Burada da ixlas məsələsi gəlir də. Tamamilə doğru. Yəni adi bir israfçılığımız, yasımızda, toyumuzda hamısı mahiyyətcə hamımız güya müsəlmanıq, amma qəbirlərimizin deyək ki, qiyməti, qəbir daşlarının qiyməti evin qiymətindən baha gəlir. Bu bir yandan məqbərə imkan versən hamı bir dənə çəpər çəkər, məqbərə tikər öz ölüsünün başının üstündə. İmkan versən. Bizim indi qəbirstanlığa xərclədiyimiz pulu, qəbirstanlıqda olan çəpərlərə xərclədiyimiz pulu biz bir paytaxt sala bilərik. Bir qəsəbə sala bilərik. Yəni demək istədiyim odur ki, biz əslində ona görə deyirəm ki, bu qədər çoxdur. İslam əlbəttə, siz gedin baxın görün nələr, hələ imkan verilsə, inanın ki, boşluq yaransa, hər kəs də orada elə bir ki, bir dənə su çəkdirər. Hər kəs bir qəbrin yanına su çəkdirər. Orada bir köşk yaradar. Orada bir istirahət yeri zat düzəldər. Belə bir xəstəlik bir şeyinin daşıyıcıları olanda İslamı süni bir həyat tərzi olaraq həyatını mürəkkəbləşdirəcək, həyatını çətinləşdirəcək, həyatına zülm eləyəcək bir şeyə çevirməz. Məsələn, baxın, bütün şərq arealında hamısı zülm içində yaşayan insan topluluğudur. Fərdin azadlığı yox və bir qismin uydurduğu ideologiyanın dalınca gedən milyonlarla insan gedib o cihadda ölür, orada ölür, burada ölür. Duyğular üzərindən manipulyasiyadır da, burada da əlbəttə bu duyğuları, İslamı biz duyğulardan
duyğuların olmalı, bəli. manipulyasiyasından çıxarıb. Elə ziyarətlər də odur, başqa yerlər də Bəli. odur, hamısı odur. Yəni ki, hamı cumur ki, görüm hələ bu daşı necə öpüm, bu daşı necə qucaqlayım. Bunu bir ibadət prosesi kimi dərhal özünə, inanc yerinə çevirməyə çalışanda İslamın əsas prinsipləri, əsas mesajları arxa planda qalacaq. Demək, hər şeydə ancaq bir özün üçün inanc, ibadət bütləri yaratmaqla məşğul olacaq. Kapital istehlak üzərinə qurulub, istehsaldan daha çox. Bəli. Burada da təbii yenə görürük ki, İslamiyyətdə istehlaka bir şey deyil. O mübahisə bizdə əsas iki istiqamətdə həmişə gedibdir İslam arealında. Birinci, mütəfəkkirlər, düşüncə adamlar deyiblər ki, biz Qərbin elmini, texnikasını götürürük, amma mənəviyyatı, əxlaqını götürməməliyik. Amma məsələn Əhməd Ağaoğlu kimi mütəfəkkirlərimiz deyib ki, mədəniyyəti bölüb götürmək olmaz. Mədəniyyət bütündür. Yəni ki, bu elm və texnika ona görə yaranıb ki, sən universitetdə alimi öldürməlisən. Yəni biz bugün sosial şəbəkəni istifadə edirik. Sonra dini sən universitet yaratmısan. Universitetdə alim sərbəst düşünə bildiyinə görə kəşf eləyib. Kəşf elədiyindən də insanlar istifadə eləyib. Və ona görə biz bunu bütöv götürməliyik. Amma sən deyirsən ki, alimin kəşfini götürməliyik. Amma ora qədərki mərhələdə alimi niyə öldürməyiblər, niyə bunu sərbəst buraxıblar? O hissədə biz öz qaydamızla baxmalıyıq. Bu artıq bizim əslində o natamam bir yeniləşmə, natamam bir islahat anlayışımızı ehtiva elədiyinə görə biz hələ də transformasiya oluna bilmirik, müasirlikdən uzaq qalır. Proqramı yekunlaşdırmaq istəyirəm. Sonda Fazil bəy, siz biraz öncə dediniz ki, digər sahələrdə bu təkmilləşmə mümkündür. Çünki orada bir baskı ya da orada bir güclü dəyişdirilməz bir qaydalar yoxdur. Amma din biraz fərqlidir. Bəs necə təkmilləşmək olar? Əgər dini biz dəyişmiriksə, güclü nəzarət ediriksə, təkmilləşmə və baxış tərzini necə dəyişmək olar? Elə ona görə başdan da onu söylədik ki, dində heç bir dəyişikliyə ehtiyac yoxdur. Quran var, kitab var. Din kültüründə dəyişikliyə ehtiyac var. Yəni 7-ci əsrin ərəb kültürü ilə demək 19-cu əsrə qədər ki, fars kültürü ilə yaradır, amma ictihad qapısı necə dəyişmir? Açıqdır. İnsan özü yaradıcı bir məxluqdur, varlıqdır. Yəni sən bu günləri bölgünü necə aparırlar? Əgər 7-ci əsrdə sahabə olmusansa, sən 19-cu əsrdə o dövrün bir insanından daha dürüst və aydın insan ola bilər, amma o imtiyaz zonu uduzur. Yəni artıq ya peyğəmbərin qohumusansa, sən artıq başqasından üstün mövqeyə gətirirsən və buna ibadət eləyən insan düşüncəsi var. Amma bu İslam bunu demir axı. Din bunu demir. Din deyir ki, Allah qatında ən üstün olanınız, ən takvalı olanınızdır. Yəni 7-ci əsrdə də yaşaya bilərsən takvalısansa, 21-ci əsrdə də yaşa. Hansı o əsrdə olursan ol, zamana görə sadəcə o əsrdəki qəbul olunan takva anlayışı və bu əsrdəki qəbul olunan takva anlayışı anlayışlara fərqlidir. Anlayışlara baxış dəyişməlidir. Sən öz dünyanı yaratmaq üçün birinci təfəkkür dəyişməlidir. Avropanın keçdiyi yolu hansısa formada gec də olsa keçməyə çalışmalısan. Yəni dini evin içində, caminin içində, qəlbinin içində saxlamalısan. İnsan münasibətlərinin içində isə insanlar arasında müqavilə əsasında hüquq qaydalarına uyğun olaraq, əxlaq qaydalarına uyğun olaraq münasibət qurmalısan. Yəni biz bunu, əgər onu da bütün iqtisadi həyata, bütün yaşam şərtlərinə başlasaq o qaydaları tətbiq eləməyə, özümüzü dünyadan yenə ayıracağıq. Kimsə müşrikdir, kimsə kafirdir, kimsə yəhudidir, kimsə xristiandır. Əks tərəf olacaq həmişə. Həmişə də biz bu tərəfdə əks tərəflə cihad eləyən, müharibə aparan insan tipi olacaq. Yəni səhvlərdən imtina eləmək, dindən imtina eləmək deyil. Əlbəttə, dinin kuralı niyə dəyişirsən ki? Quranda hamısı var. Quran sadəcə ağılla yorum var. Bir də sən özün istədiyin kimi öz təriqətinə, məzhəbinə, kültürünə görə yorum eləyirsən və təhrif eləyərək insanlığı çaşdırırsan.